Yaxşı, indi biz sizinlə keçirik nəyi? Sifət, ismi bitirdik. Deməli, uşaqlar, sifət nədir? Sifət, əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Səbirli olun. Sual verəndə danışarsınız. Siz çox, mən tək. Deməli, sifət nə oldu? Əşyanın əlamət və keyfiyyət. Əlamət və keyfiyyət bildirən əsas nitq hissəsidir. Bax, burada elə əlamət və keyfiyyətdə sifətin əsas məsələləri öz əksini tapır. Əlamət bildirən sifətlər hansılardır? Keyfiyyət bildirən sifətlər hansılardır? Uşaqlar, əlamət və keyfiyyət bir növ konkret və mücərrəd isimlərdən oxşarlıqdır. Amma təbii ki, o ismə məxsus xüsusiyyətdir. Yəni, konkretlik, mücərrədlik ismə məxsus xüsusiyyət olduğu kimi, əlamət və keyfiyyət də nəyə məxsusdur? Sifətə məxsusdur. Bax, əlamət, sifətlərdə əlamət onun görünən tərəfidir. Bax, bir əşyanın eni, uzunu, forması, rəngi, bunu görə bilirik. Məsələn, tutaq ki, stolun uzunluğunu görə bilirik, enin görə bilirik. Deməli, uzun, enli, nə bilim, rəng bildirənlər, qırmızı, göy, forma bildirənlər, armud istəkən və s. də. İstəkanın armudu formasını gözlə görmək mümkündür. Deməli, bu hansı sifət aiddir? Yəni, bir əşyanın gözlə görünə biləcək tərəfləri nə oldu? Əlamət. Və əşyanın elə bir tərəfləri var ki, yəni o da sifətdir. Amma biz onu nə edə bilmirik? Gözlə görə bilmirik. Biz ona nə deyəcəyik? Keyfiyyət. Keyfiyyət bir növ nədir? Daxili məsələdir. Məsələn, Elton, ağıllı uşaq. Ağıllı sözün yazaq. Ağıllı. Onun üzünə baxanda ağıllı olub olmadığını görmək mümkündür. Deməli, necədir? Necədir bu? Keyfiyyət məsələsidir. Ağıllı, sonra çalışqan, qanacaqlı və s. Yəni, bu daxili məsələlər nədir? Onun keyfiyyət məsələsidir. Aydındır. Sonra uşaqlar, sifətin sualları hansılardır? Necə, nə cür, bir də hansı? Hansı? Yadınızda bir şey saxlayın. Bunu deyim, sonra quruluşça növü, bir də sifətin dərəcələri də deyəcəm sizə. Bax, bu 3 sual var ki, sifətdə. Ən vacib məsələ burada hansı sualdır, uşaqlar? Necə, nə cür sualı həm də nədə var? Zərfdə var. Yəni, mən sizə çalışıram, kitabdakı kopyalayıb bura yazmayın. Vacib məsələlər deyim, onsa kitabdakını özünüz oxuyursunuz. Bax, necə, nə cür sualı zərfdə də var. Necə, nə cür sualı sifətdə də var. Amma hansı sual yalnız nədə var? Sifətdə. Yəni, biz belə demişik də ki, əgər bir əlamət, yəni necə, nə cür sualına cavab verən əşyaya aidsə sifətdir, hərəkətə aidsə nədir? Zərfdir. Amma bunun ən sadə yolu, ona sən necə, nə cür sualın ver. Eyni zamanda hansı sualın ver. Qəbul edirsə nədir? Sifətdir. Qəbul etmirsə zərfdir. Məsələn, tutaq ki, yaxşı uşaq, yaxşı oxuyar. Nə edər? Oxuyar. Kim? Uşaq. Sual ver. Necə uşaq? Nəcür uşaq? Hansı uşaq? Deməli, buradakı yaxşı nədir? Sifət. Necə oxuyar? Nəcür oxuyar? Hansı oxuyar deyə bilərsən? Deməli, buradakı yaxşı nədir? Zərf. Aydın oldu. Yəni, sən necə, nəcür sual? Həm də burada yaxşı nə aiddir? Əşya aiddir, yəni isim aiddir. Burada isə nə aiddir? Feil aiddir. Necə? Sifət təyin vəzifəsindədir. Nə çəkməli? Cümlə üzvlərini bilmirsən sən? Xəttləri. Yaxşı. Sonra gələn nə? Sifətin quruluşu üç növ. Sözün quruluşu növlərini keçmişik də sizə. Sadə düzəltmə mürəkkəb. Burada həmin şeyi təkrar yazmağa ehtiyac var. Yəni, eyni şeydir. Sifətin də quruluşu üç növ var. Kitabımızda da var. İndi mən sizə sifət düzəldən şəkilçilər haqqında bəzi məsələlər deyim. Uşaqlar,
Sifət düzəldən şəkilçilər hansılardır? Bəli, L üstü 4 var, dakı var, K var, sız üstü 4 var, xana isim düzəldən. Baxın, ən vacib məsələ dakı üstü 4, K üstü 4. Bax, dakı ancaq sifət düzəldir. Sifət düzəldir. Eyni zamanda yadınızda bir şey saxlayın. Sifət düzəldir. Bunu da yazın. Düzəldir. Dakı və K ilə düzəldəndir. Bunun hər ikisinə aiddir. Dakı ilə K ilə düzəldən sifətlər, düzələn sifətlər. Necə nəzir sualına cavab verə bilməz. Yalnız hansı suala cavab verəcək? Yalnız hansı sualına cavab verəcək? Deməli, dakı ilə K ilə yaranan sifətlər, yəni zərf kimi onu düşünə bilməzsən. Mümkün deyil düşünmək. Niyə? Çünki hansı sualına cavab verir də? Burada yaxşı sözü, eyni söz. Həm sifət, həm də zərf oldu. Amma dakı ilə K ilə düzəldənlər heç vaxt zərf rolunda çıxış eləyə bilməz. Məsələn, da ki, evdəki kitabım. Necə kitabım? Nə cür kitabım? Yoxsa hansı kitabım? Hansı kitabım? Hansı? Dakı 4 cür yazılan şəkildir. Bəli. Yox, dakı, dəki 2 cür. Ağuşda. Sağ ol. 2 4 cür. 2 2 2 2. 4 cür. Bax, yadınızda bir şey saxlayın. Deməli, bunu bildik, bunu qeyd elədik. Sonra sifətin özünə məxsus ən vacib bir məsələsi var. Nədir? Sifətlərdə sifətin dərəcə əlamətləri. Sifətin nəyi? Dərəcə əlamətləri. Necə uşaqlar? Hallanmaq nəyə məxsus idi? Sifət hallana bilər, yəni isimləşib hallana bilər də. Mənsubiyyət nəyə məxsusdur? İsmə. Amma yadınızda bir şey saxlayın. Əgər sifət, nə bilim, say, isimləşib hallana və yaxud da ki, mənsubiyyətə görə dəyişə bilirsə, amma sifətin dərəcə əlamətləri digər nitq hissələrində görünə bilməz. Deməli, sifətin dərəcələri yalnız nəyə məxsusdur? Sifətə məxsusdur. Yalnız sifətə məxsusdur. Başqa nitq hissəsində dərəcə əlaməti görə bilməzsiz. İndi sifətin 3 dərəcə əlaməti var. Hansılardır? Bax, belə deyək də, bu adi dərəcədir. Bu üzə keçəndə, yəni yüksələndə nə olur? Çoxaltma dərəcəsi. Bəli. Aşağı düşəndə nə olur? Azaltma. Nə qəşəng xəttim var mən. Deməli, nə olacaq? Azaltma dərəcəsi. Adi dərəcə çoxalanda nə olur? Çoxaltma, azalanda olur azaltma. Yadınızda bir şey saxlayın. Bütün sifətlər ilkin olaraq hansı dərəcədədir? Adi dərəcədə. Biz onları hər hansı bir şəkilçilərlə və yaxud da ki, hər hansı bir sözlərlə nə edəcəyik? Azaldacağıq və yaxud da ki, çoxaldacağıq. İndi uşaqlar, sifət şəkilçi ilə azalırsa və yaxud da ki, çoxalırsa, biz ona nə deyəcəyik? Morfoloji üsul. Yəni, nə ilə? Şəkilçi ilə azalma. Eyni qaydada çoxaltmada da onu deyəcəyik. Ha, məsələn, tutaq ki, buraya yazıram qırmızı. Qırmızı. Adi dərəcədə. Qırmızılar elə şey olar. Yox, çoxaltma da, azalt. Bax, birinci şəkilçiyə baxar da, sən şey deyir. Imtıl, bax, qırmızımtıl. Imtıl, ımtırak, rak və yaxud da ki, sov, şın, sov, şın. Məsələn, bura qara yazıram. Qaranı azaldanda şəkilçi ilə. Bəli, qara, şın. Şəkilçi ilə azalanda nə olur? Morfoloji üsul. Sözlə azalanda görə nə olur? Sintaktik. Sintaktik üsul nə deməkdir? Yəni, sözlə azalma.
Bəs görək indi sözlər necə azala bilər? Hansı sözlərlə? Ala, Təhər. təhər, Şəm. təhər, kəm, bir də açıq. Yəni, baxın, buraya yazıram tutaq ki, qırmızını bu sözlər necə? Qırmızı təhər, təhər, qırmızı təhər, şirini, kəm, şirin. Uşaqlar, yadınızda saxlayın. Alı ilə açıqlar defsinə yazılacaq. Ala nə olsun? Alaçik, bəli, alaçik, açıq, qırmızı, bəli, defsinə Al yazılacaq. sözünün üzərindən yoxdur, al qırmızı. Al qırmızı, çoxaltmadır. Çox qırmızı deməkdir. Çoxaltmadır. Aydın oldu. Deməli, morfoloji üsulla azalanda şəkilçi ilə azalanır. Sintaktik üsulla azalanda nə ilə azalır? Sözlə. Bax, bu sözlərdən də ikisini yadınızda saxlayın. Alı ilə açıq necə yazılacaq? Defsinə. Qalanlar necə yazılacaq? İndi gələk nəyə? Çoxaltma dərəcəsində, deməli, çoxaltma dərəcəsində eyni qaydada. Birinci nə olacaq? Morfoloji üsul hansılardır? M, P, R, S, bir də ca üstü 2, ca şəkilçisi ilə. Uşaqlar, M, P, R, S necədir? M, P, R, S ünsürü. Məsələn, sarı, ilk sağ hissəni götürürsən, sağ, bunların hansısa biri uyğun gəlir də, sağ, tənzdən kökü artırırsan. Sarı, qırmızı, qını götürdün, pırını artırdın, qırmızı, sarı, sapsarı da, çox sarı mənasında. Çox sarı mənasında. Qırmızı, qıpqırmızı, çox qırmızı mənasında. Və yaxud da canı necə? Qaraca, qaraca. Uşaqlar, bu sifətin dərəcə əlamətinin şəkilçiləri mübahisəli məsələdir, qrammatikadır. Leksikdir yoxsa qrammatikdir. Yəni, dim son olaraq, yəni düzdür, mübahisəli məsələ düşmür. Amma qrammatik düşündüklərinə görə mən bunu qrammatik çəkdim. Yəni, bu leksikdir yoxsa qrammatikdir, mübahisəlidir. Hələ heç bir qərara gəlməyib ki, leksik götürək yoxsa qrammatik götürək. Mübahisəli məsələlərdə testə düşməyəcək. Yəni, sizə heç vaxt düşməyəcək ki, sifətin dərəcələri leksikdir yoxsa qrammatikdir. Yəni, dərəcə şəkilçiləri. Ona görə arxain olun. O formada seçinə düşməyəcək. Aydındır. Sonra ikinci üsul hansıdır? Sintaktik yol. Sintaktik üsul. Yol və yaxud da hansılardır? Az, çox. Hətta burada uşaqlar bir az yox, az burada yazmalıyam. Az azaltma dərəcəsi. Çox, lap, olduqca, ən, sonra tünd, zil, sonra və s. Deməli, məsələn, tutaq ki, çox qırmızı, nə bilim, tünd, necə yazılacaq? Defislə, bəli. Tünd çay olmaz. Çay isimdir. Tünd, qırmızı, bax bunu deyəcəm sizə. Bir də biri də var idi, düm. Baxın, bax testdə qarşıda çıxa bilər. Düm ağ, bir də düm düz. Şagirdlər bəzən bunu qarışdırır. Dümdüz defislə yazılır. Yox, defislə yazmamışam onu. Yox, defislə yazmışam. Burada düm ağda bu düm hissəciyi, yəni sözlə yaranır. Bu deməli nə hansı üsulla yazan? Morfoloji, yox, sözlə daha doğrusu. Sintaktik. Burada isə görürsünüz, dü hissəcini götürmüşəm. M, P, R-sı da M-ni artırmışam dümdüz. Bu hansı üsulla yaranır? Morfoloji. Bildiniz necə? Çünki burada düm hissəciyində dü var da, M-ni artırmışam, dümdüz eləmişəm morfoloji, yəni şəkilçi ilə. Burada isə ağ hissəsində var elə bir şey. Deməli, düm hissəciyini götürmüşəm, sözünü götürmüşəm, yəni sintaktik olma. Ağ artırmışam, yəni düm ağ sintaktikdir, dümdüz isə morfolojidir. Eyni üsuldan yaranmayıb. Düm? Dümü? Yox. Tünd işlənə bilər, o deyəcəm indi, səbirli olun. Məsələn, tutaq ki, uşaqlar, sizə verilib belə bir şey, tünd rəng. Deyir ki, bunun çoxaltma dərəcəsi. Elə deyil. Mən bəyan edirəm. Sifətin dərəcəsi nəyə məxsusdur?
Ancaq sifətə. Rəng burada nədir? Rəng deyə bir sifət var. İsimdir də. Deməli, tünd burada sadəcə özü sifət vəzifəsində işlənib. Həm də tünd çoxaltma dərəcəsi yaradanda necə yaranır? Dev sifət. Burada necə yaranır? Ayrı yazdım. Bu qədər sağ. Və yaxud da burada açıq var ha. Açıq, aşkar. Laf şey götürürəm. Defslə yazılar. Açıq qırmızı da var. Açıq, qırmızı. Baxın, qırmızı sifətdir. Açıq qoşulub azaltma yaradıb. Amma aşkar deyə bir sifətimiz var. Açıq aşkar danışmaq nədir burada? Zərfdir də. Bu sadəcə necədir? Defslə yazılan mürəkkəb zərfdir. Amma burada, çünki açıq sözü, yəni dərəcə əlaməti sifətə məxsus deyil. Zərf dərəcə əlaməti bildirə bilər. Mümkün deyil axı dərəcə əlaməti bildirsin. Yəni açıq qırmızı sifətdir, azaltma dərəcəsindədir. Açıq aşkar isə sadəcə nədir? Mürəkkəb zərfdir. Defslə yazılan mürəkkəb zərfdir. Çünki aşkar deyə bir sifətimiz yoxdur. Tünd çay, nə bilim, tünd çaydan özündə belə. Tünd çay. Uşaqlar, çay nədir? İsimdir. İsmin dərəcəsi ola bilər, çoxaltma. Deməli, burada çay isimdir. Tünd də necə sualına cavab verib, yəni rəngi çox olanda, tünd də necə sualına cavab verib, özlüyündə sifətdir. Yəni, bunun dərəcəsi deyə bilməsin. Çünki çaya aiddir bu. Tünd əgər çoxaltma dərəcəsi bildirsəydi, ən azından defisini yazardınız. Həm də nə aid olardı? Sifətə aid olardı. Yəni, dərəcə əlaməti digər nitq hissələr. Çoxaltma dərəcəsini götürür. Xeyr, niyə götürülsün axı? Çay deyirəm isimdir. İsmin dərəcə əlaməti ola bilər. Kim deyir? Məktəbdə səhv eşitibsən də yəqin. Deyilim. Sənə deyilməz, sən səhv eşitərsən. Başa düşdünüz? Yəni, dərəcə əlaməti yalnız sifətə məxsusdur. Digərləri ola bilməz. Gətirərsən o testə baxaram. Yox, müəllim. Çalışmanı verin müəllim. Aşağı müəllim. Sonra uşaqlar, sifətin cümlədə əsas rolu. Neçə dəqiqə vaxtımız qalıb? 3 dəqiqə. Sifətin əsas rolu. Uşaqlar, sifət necə, nə cür, hansı sualına, hansı cümlə üzvü cavab verir? Sifət cümlə üzvüdür, nitq hissəsi. Necə, deməli, sifətin əsas vəzifəsi, sifət əsasən nə olacaq? Təyin vəzifəsində çıxış edəcək. Təyin vəzifəsində çıxış edəcək. Amma bəzən isimləşib, mübtəda isimləşib, mübtəda və tamamlıq vəzifəsində, hətta isimləşib xəbər, ismi xəbər, isimləşmədən də ismi xəbər ola bilir. Yəni, sifət isimləşərək də, isimləşməyərək də xəbər ola bilir. İndi uşaqlar, sifətin əsas vəzifəsi təyindir. Bəs isimləşmə məsələsi nədir? Sifətin isimləşməsi ismə aid əlamətləri götürür, onun xüsusiyyətləri. Məsələn, tutaq ki, belə bir cümlə. Deyirəm, qoca adamlar söhbət edirlər. Ümumiyyətlə, cümlə üzvü olaraq nitq hissəsinin cümlədə funksiyasını tapmaq üçün mütləq şəkildə siz nə etməlisiniz? Sintaktik təhlildə. Nə edirdilər? Söhbət edirdilər. Kim? Adamlar. Hansı adamlar? Qoca. Qoca sifətdir. Təyin vəzifəsindədir. Bax, deyirəm, sifət o zaman isimləşir ki, aid olduğu ismi vurub atır kənara, onun bütün əlamətlərini özünə götürür. Bax, burada kim sualına cavab verir isim? Bu da necə sualına cavab verir? Necə? Elə? Kim necə? Burada qocan adam atacaq qırağa adamları. Lan hissəsini götürəcək, cəm şəkilsi, özünü qəbul edəcək. Necə sualına itirib, hansı suala cavab verəcək? Kim sualına? Yəni, bu cümlə necə olacaq? Qocalar söhbət edirdilər. Nə edirdilər? Söhbət edirdilər. Kim? Qocalar. Bax, necə sualına cavab verən sifət. Burada hansı suala cavab verdi? Kim sualına? Eyni zamanda cəm şəkilsini qəbul etdi. Bu qədər sual. Aid olduğu ismi atır kənara. O isimdə nə qədər xüsusiyyət varsa özünə qəbul edir. Nə edir?
isimləşir. Başa düşdü sifəti. Yəni sifətlər sizə 9-cu sinif materialında 9-da düşə biləcək bütün sualların əsas məsələlərini dedik. Kitabdan da oxuyacaqsınız, bir də testi işləyəcəksiniz. Oldu? Videonu dayandıra bilərsiniz. Sağ olun.